Siz Washington'dan Amerikanın səsini dinləyirsiniz. Mikrofon qarşısında Bulud Mehmandarlıdır. İndi İran-Azərbaycanına Pəncərə proqramını təqdim edirik. Heydər baba, ildırımlar şaxanda, seller sular şaqqıldayıb axanda, qızlar ona səf bağlayıb baxanda, salam olsun şövkətizə, elizə, mənim də bir adım gəlsin dilizə. Siz Amerikanın səsini dinləyirsiniz. Washingtondakı stüdyoda mən Bulud Mehmandarlı və mən İnsafəli Hidayət Torontodan. Bugünkü qonağımız Məhəmməd Rza Xeştidir. Cənab Xeşti Tennesseedə yaşayır və Azərbaycan Milli Birlik Şurasının üzvüdür. O bu yaxınlarda Tennesseedən konqresmen olan Jim Cooper'la görüşə bilib, İranda Azərbaycanlıların vəziyyəti haqqında söhbət aparıb, sənədlər təqdim edib və bizim onunla söhbətimizdə həmin görüş haqqındadır. Cənab Xeşti, siz bu görüş qərarına nəyə görə gəldiniz? Bu ideya sizdə hardan yarandı və necə baş tutdu bu görüş? Mən bir müddətidir ki, bu məsələyə fikirləşirdim ki, bir Amerika vətəndaşı olaraq mənim haqqım var ki, öz konqresmenimlə əlaqəyə girəm. Ona görə bir 6-7 ay bundan əvvəl mən belənçi bir istədim ortaya qoydum. Xoşbəxtliklə Mart ayının 4-də bu şərait yarandı və biz eləyə bildik ki, 2 nəfər konqresmenlə görüşək. Əsas bu görüşdən bundan ibarətdir ki, bizim ölkəmiz 1925-dən bu yana ki, Fars ırqçılığın əlinə düşübdü. Orada dağların, suların, çayların, şəhərlərin adının əvəz olması, onların yerinə Fars adı qoymaq, uşaqlarımıza öz türk dilində, Azərbaycan dilində ad və sicil almaq imkanının yaranmaması, ona baxmayaraq ki, həm keçmiş rejim və həm bu rejim ikisi də UN-in üzvüdürlər və onlar bizim hüquqlarımızı təmin etməlidirlər. Bu məsələni istirdim gündəmə gətirəm və onun haqqında arayış verəm ki, bilsinlər, əvvələn o torpaq təkcə bir millətə aid deyil ki, təəssüflər olsun qərbdə o Pers adına tanınırlar. Orada 6 dana etnik yaşır və demək olar hətta o etniklərin içində ən çoxlusu türklərdirlər və Azərbaycanlılardılar. Bir bu məsələyə aydınlıq istirdim gətirəm və daha bir ayrı məsələyə ki, istirdik aydınlıq gətirək budur ki, biz 1946 desambr ayından bu tərəfə işğal olunmuş torpaqlarda yaşırıq. Nə işlər UN bu haqda bizə görə bilər. O haqda bir məlumat qazanmaq istərdik. İcazənizlə cənab Xeşti, mən burada sizin yadınıza salım ki, siz bir işğaldan danışdınız. İranda işğaldan danışdınız. Mən sizin yadınıza salmalıyam ki, yəni İranın hazırki sərhədləri Birləşmiş Millətlər Təşkilatı, beynəlxalq icma və İranın qonşuları tərəfindən tanınır. Bildiyiniz kimi, yəni ona görə işğal bilmirəm demək nə dərəcədə düzdür. Mən başa düşürəm siz Pişəvər hökumətinin yıxılmasını və orada təzədən İran hakimiyyətinin bərpa olunmasını deyirsiniz, amma sərhədləri tanınan bir ölkədir. Yəni İranın bütövlüyündən burada söhbət gedir. Amma hər halda mən əsas mövzumuz olan bu konqresmenlə görüşə qayıtmaq istəyirəm. Konqresmenin sizin bu verdiyiniz məlumatlara və ondan istədiyiniz yardımlara reaksiyası nə oldu? Nə qədər məlumatı var idi İran haqqında və nə eləyə biləcəyini söylədi sizə? Təşəkkür edirəm. Konqresmenin bəlli oldu ki, məlumatı elə o qədər, yəni öncədən də dediyim kimi, qərb ölkələrində elə o İrandan məlumatları fəqət Pers adınadır və belə bilirdilər ki, orada fəqət bir xalq yaşayır. Sonra məlumatı verəndən sonra ki, bizim bacı qardaşlarımız bizdən ayrılıb və sonra da indi Sovyet dağılandan sonra özlərinə ölkə sahibi olublar. Bizim şimali bacı qardaşlarımızdır və hətta tarixi baxışdan biz eyni xalqıq ki, 6-700 bundan qabaq Xarəzmlər zamanında türklərlə nə dil döyüşümüz vardı, nə məzhəb döyüşümüz vardı. Ona görə İranda indi 6 dana etnik yaşır. Bu 6 dana etnikdən hərəsi bir hissəsi torpağın müəyyən sərhədlərin o tərəfindədir. Türkmənlərin bir hissəsi o tərəfdə, Bəluçların hissəsi o tərəfdə, ərəblər və kürdlər ha belə, Azərbaycanlılar. Ona görə burada çox fərqli dinlər və çox fərqli dillər vardı. O baxışdan onların hamısının qorumağını tələb edirik. Konqresmen çox bu məsələyə maraqlandı və dedi ki, indiyəcən heç vaxt belənçi bir məlumat ona yetişməyibdi və indiyəcən də bilmirdi və sənədlərə
mən danışa ki, baxırdı, çox onları dəyərli hesab elədi və söz verdi ki, onlara baxacaqdı və bizə qayıdacaqdı. İnsaf Əli bəy, Cənab Xeşti, dünyada bu lobigerlik özü bir siyasi bir işdir və qanuni bir şeydir. Azərbaycanlılar sizcə bu işdə heç olmasa bu gecən 30 ildə haradan gedə biliblər, haradan gediblər, yoxsa elə sizin işiniz əvvəlinci işdir, belə bir başlanışdır? Valla mən deyə bilmərəm, mənim işim əvvəlin işdir ya yox. Çünki indi görürsünüz, sitələrdə hər gün fərqli xəbərlər vardır, fərqli fəaliyyətlər göstərilir. Amma indi bu tipli, mən bilirəm, Sueddə dostlarımız fəaldırlar orada. Suedin xarici işlər nazirləri ilə gedirlər, otururlar, danışırlar. Amma digər ölkələrdə bilmirəm. Xəbərim var ki, tazalıqda Fransadan Jenevdə iştirak ediblər, orada Azərbaycanlıların məsələsini ortaya qoyublar. Amma ki, hər məmləkətin özündə o bizim Azərbaycanlı vətəndaşlarımız eləyə bilərlər, o məmləkətin vəkillərinə, vəzirlərinə, xarici işlər nazirliyinə, komissiyonlarına rücu eləsinəyə yox. Təəssüflə çox güclü bir fəaliyyət ortada yoxdur və mən təşviq edərdim ki, digər dostlarımız da çı Avropada, çı Kanadada, çı Amerikada fəallaşsınlar. Ona görə də biz Güney Azərbaycan Milli Birlik Şurasının sitəsində hər 3 dənə sənədi orada qoymuşuq. Bu sənədlər Azərbaycan millətinə təalluqu vardır. Hər bir kimsə istəyir o sənədləri götürüb işlədib, özü ilə aparıb və hətta istəsə onun adını əvəz edib öz adını da yerinə qoyub və verə bilərlər və ona görə fəaliyyətə girib bu məsələnin haqqında bizim sözümüzü zirvəyə qaldırmalıdırlar. Cənab Xeşti, siz bu sözlərinizdə işarə elədiniz 3 dənə sənədə ki, web sitəsində də onu qoymusunuz, millishura.com əgər iştibah eləməsəm, orada bunu qoymusunuz. Bunları siz həmin sənədlərdir ki, bu konqresmənə vermisiniz və onlar nə mənədir? Biz 2001-in axırlarında UN-də iştirak elədik, bir deyə biləm bəlkə bir 10-a yaxın kişiydi və onun nəticəsi 2002-də çıxdı ki, UN-in reportu da Azərbaycanlıların haqqında birinci dəfə olaraq sənəd çıxdı və o da rəsmi olaraq Azərbaycanlıların sayı da gündəmə gəldi ki, söhbət 30 milyondan gedir. Birinci sənəd odur. İkinci sənəd mənim öz yazımdır ingilis dilində ki, Azərbaycanın keçmişindən başlayıbdır müxtəsər və indiki vəziyyəti artıq təhlilə çəkibdir və onun indiki durumunun üstündə mübahisə aparır və çətinlikləri ortaya qoyur. Üçüncü sənəd kitabdan alınıb ki, William O. Douglas ki, 1940 sənələrində Amerikanın böyük məhkəməsinin Ali məhkəmənin hakimi olub. Bəli. O 9 nəfərin biri 1940 sənələrində oymuş və bu adam ölkəyə səfər eləyibdi. O zaman Filistinə, Orduna, Əraqa, sonra da İrana gəlibdi. İranda Azərbaycandan, Kürdistandan, Loristandan və bir də Qəşqaylardan görüş eləyibdi. Kitabın adı Strange Land and Friendly People. Onun içində 11 ya 12 səhifə Azərbaycanlıların haqqında yazıb. Orada müsahibələr ki, aparıb kəndlərdə, Təbrizin özündə və ya ətraf kəndlərdə kəndlilər bilələ öz gördüklərini, Tehran ordusunun yürüşünün haqqında cinayətlər ki eləyiblər və inki o bir ilin ərzində milli hökumətinə böyük nailiyyətlərə əl çatıbdı, müsahibə aparıbdı və özü də yəni yazının dibində çox təəssüf edir ki, belənçi bir hökumət orada beyninə gedibdi. Bu 3 dənə sənəddir. Dəlilin ki, 3-cü sənədi biz ora verdik. Ondan ötürü ki, dediyim kimi biz istəyək ki, biz işğal olunmuş torpaqda yaşayırıq. Sizə çox təşəkkür edirəm. Burada studiyada bizim vaxtımız qurtardı. Bir də xatırladım ki, müsahibimiz Məhəmməd Rza Xeşti idi Tennesseedən. O Tennesseedən konqresmen Jim Cooper'la görüşüb. Cənab Xeştiyə təşəkkürümüzü bildiririk. Washingtondakı studiyada mən Bulud Mehmandarlı və mən İnsaf Əli Hidayət Torontodan. Xatırladaq ki, İran rəsmilərinin Amerikanın səsinə şərh vermədiklərinə görə burada onların mövqeyini sizə çatdıra bilmirik. Efirdə İran-Azərbaycanına pəncərə proqramıdır. Studiyada mən Tapdik Fərədoğlu. Bugünkü qonağım politoloq şərhşünas Zərdüş Əlizadədir. İran müxalifətindən bağlı son hadisələrin gedişini necə qiymətləndirərdiniz? Müxalifət son prezident seçkilərində nəticələrə öz etirazını bildirdi, küçələrə çıxdı, hakimiyyət tərəfindən əzildi, basıldı. Sonradan Misir hadisələrindən, Tunis hadisələrindən ilhamlanıb yenə qalxmaq cəhdi göstərdi. Rejim yenə cəmiyyətdən güclü olduğunu nümayiş etdirdi, hakimiyyət cəmiyyətdən güclüdür. Liderlər hətta bir ay yaxın hardasa bir gizli yerdə saxladılar. İndi mən deməzdim ki, müxalifət nəsə etməyə qadirdir. Amma mən onu da demək istəyirəm ki, hakimiyyət böyük mənəvi itkilərə
məruz qaldı. Bir tərəfdən onlar deyirlər ki, müsəlman xalqları azadlığa, demokratiyaya layiqdirlər və açıq küçəyə çıxıb öz istəyini nümayiş etdirməyə haqları var. O bir tərəfdən bu haqları nümayiş etdirən İran gənclərini, İran vətəndaşlarını amansızlıqla əzirlər, dağıdırlar, həbs edirlər. Amma gəlin etiraf edək ki, İran müxalifətini beynəlxalq qüvvələr, demokratik ölkələr, ərəb inqilablarındakı müxalifətlər kimi müdafiə etmir. Siz necə qiymətləndirirsiniz? Əsla elə deyil. Eləsidirlər ki, məsələn, Misirə Qərbin təsiri çox böyük idi. Konkret olaraq Amerikanın təsiri altında idi. 30 ildir Misir ordusunu Amerikan zabitləri hazırlayırdı. Misir zabitləri Amerikada oxuyurdu. Misir ordusu Amerika silahı ilə silahlanmışdı. Tunisdə də eyni şeydir. Amma İranda Amerikanın təsiri yoxdur. Onlar yalnız informasiya, kütləvi informasiya vasitələrindən istifadə edərək dəstək verə bilərlər. Və bir də ki, xaricdəki İranlıları səfərbər edərək, onlara dəstək verərək nə edə bilərlər. İran xalqı əlbəttə ki, daha çox demokratiya istəyər, amma istəməz ki, qərb ölkələri gəlib vursun, İran dövlətini dağıtsın. Təxminən Qəzzafi hökuməti ilə İran hökuməti arasındakı paralellər göstərir ki, hər iki hökumətdə hərbi sahə, yəni silahlı qüvvələr, təhlükəsizlik qüvvələri tam siyasiləşibdir. Belə bir hökumətlərdə isə müxalifətin qələbə çalması çox çətindir. Beynəlxalq güclərin köməyi olmadan. Bütün dünyada ordular hakimiyyəti müdafiə edir. Yəni ordu həmişə iştirak edir həyatda. Xüsusilə ideokratik ölkələrdə, İran da ideokratik ölkədir. Ordu məhz mücərrəd İranın müdafiəsi üçün yox, İslam İranın müdafiəsi üçün yaranmış olur. Yəni İranı İslamsız təsəvvür etmirlər. Bu baxımdan bəli, hakim üsul idarənin dayaqlarından biri də ordudur və burada qəribə bir şey yoxdur. Amma Qərb nə edə bilər? Qərb vacibdir ki, gəlib zorla özlərindən tək olan demokratiyanı gətirsin. İran xalqı özü qərar alır ki, kim olsun. Fərz elək ki, 79-cu ildə İran xalqı ayağa qalxdı, böyük itkilər verdi və şahı devirdi, İslam Respublikası qurdu. Mən onun əleyhinəyəm ki, hansı bir ölkə gəlib başqa bir ölkəyə xalq üçün hansı bir ağ gün ağlasın. Mən bunu istəmirəm. Xalq özü yetişsə, xalq gücü, el gücü, sel gücüdür. Bir Azərbaycan məsələ var. Xalq yetişsə, istəsə demokratiyanı, onun qarşısında heç kəs dura bilməz. Heç bir rejim. SSR məsələn tükəndi də. KGB-si var idi, Sovet ordusu vardı, nüvə raket silahı vardı, 18 milyonluq Sovet KPS var idi. Amma dağıldı da. Xalq istədi, dağıldı. Mənə gəlir ki, heç bir müdaxilə olmadan gözləmək lazımdır ki, xalq özü öz müqəddəratını təyin eləsin. Əgər İran xalqına İslam rejimi xoşdursa, İslam rejimi qalsın. Xoş deyilsə o dəyişəcək. Onsuz da mən sizə deyim ki, İrandakı bu siyasi mübarizə İslam çərçivəsindən kənara çıxmır. İslamdakı solçularla sağçılar arasında mübarizə gedir. Məyər Mürsən Musəvi və ya Mehdi Kərrobi qərb demokratiyasını istəyir? Xeyr. Onlar elə İslami rejimin qalmasını istəyir. Sadəcə istəyirlər ki, hakimiyyət özləri olsun və bir qədər fərqli siyasət yürütsünlər. Təbii ki, bir sıra qərb ekspertləri də siz dediyiniz fikirləri təsdiq edir ki, İran müxalifətinin tələbləri xalqın tələbləri ilə tam üst-üstə düşmür. Xüsusilə də etniklərlə, milli azlıqlarla, digər xalqların arzuları ilə üst-üstə düşmür. Bu baxımdan İranda yeni müxalifət qüvvələri yetişə bilərmi? Yəni bu hərəkat fonunda. Eyni zamanda da xalqların mübarizəsi. Bilirsiniz, burada etnik amillə bağlamaq lazım deyil. İranda xalqlar, əlbəttə ki, onların milli hüquqları məhdudlaşdırılır. Buna heç bir şübhə yoxdur. Amma İran dövlətçilik şuuru İranda çox güclüdür. Və onu da demək kifayətdir ki, İranın ali rəhbəri Azərbaycanlıdır. Və keçən seçkilərdə də ən çox necələr üzdə olan, xalqın sevdiyi insan Mürsən Musəvi də o da Azərbaycanlıdır. Yəni burada rejimə, İslama bağlılıq və sədaqət daha vacib rol oynayır, nəinki etnik mənsubiyyət. Odur ki, mən düşünmürəm ki, etnik amil İranın gələcəyini həll edəcək. Amma əlbəttə ki, etnik amildən istifadə etmək istəyən xarici qüvvələr var. Onlar indi də çox məsələn istəyirlər ki, İranda etnik amili qabarsınlar. Amma etnik amilin qabağında İranda çox güclü bir ideologiya var. O da İslam ideologiyasıdır. Heydər baba, ildırımlar şaxanda, seller sular şaqqıldayıb axanda, qızlar ona səhv bağlayıb baxanda, salam olsun şövkətizə, elüzə, mənim də bir adım gəlsin dilizə. İran-Azərbaycanla Pəncərə proqramını dinlədiniz. Bununla da verilişimiz burada başa çatır. Sabahki verilişimizdə görüşənədək sağlıqla qalın. Mən Bulud Mehmandarlı.